Yasamal rayonu. Uşaqlığımın, gəncliyimin, yeniyetməliyimin, hətta yaşlılığımın bir hissəsinin keçdiyi məqam. Və o, təzədə 90-cı illəri də Bakıda o tikinti bumu başlayanda Yasamalda kariyer dediyimiz bir yer var. Yaxşı tanıyırlar oranı. Və orada 3 bina tikildi. Hamı da onu Trikoronu kimi tanıyır. 3 tac binaları kimi tanıyır. Və həmin o binalarda deyəsən nəsə problem var. Nə problemdir orada bilməm. Herhalde baxaq. Yasamal rayonu 3 taclı yaşayış kompleksidir bura. Burada yaşayan sakinlər bizə müraciət elədilər ki, gördüyünüz bu meydança qanunsuz olaraq əlimizdən alınır. Yəni, burada tikinti tikilir. Altında fitness klub olacaq və ventilyasiya var orada. Ümumi narazılıq nədəndir? Hər nə olursa burada sakinlərin diskomfortuna olunur. Komfortuna yox, diskomfortuna. Özümüz yığışıq, öz vəsaitimizə burada bir mini şərait yaratdıq. Uşaqlar üçün, özümüz üçün hər bir şey üçün. Siz çəkdiyiniz bu meydançanı dərhal bağlayıblar, nəticə gətirirlər, burada qoyurlar, böyük bu ventilyasiya deyil, nə deyil. Aşağıdakı bütün qoxudur, iyidir, hər bir şeyi də bizim bu uşaqlara, burada ağ bir şeylər, ağsaqqallar buradadılar. Bütün buranı tutacaq. Əslində bu binanın bilirsiniz ki, cəmaatın mədəni istirahəti üçün həyətyanı torpağı olmalı. İndi bu obyekt necə tikilib, nətər tikilib, vaxtı ilə tikilibdir. Sonradan bizə bura ayrıldı. İndi bu cəmaatın, bu uşaqların oynamaq üçün nə həyəti var, nə də ağsaqqalların kimisə oturmağa bir yer. Bunu qoyanda biz dəfələrlə xahiş etdik ki, eləyirsiniz, amma xahiş edib bunu proyektdə dəyişiklik eləyib, biraz çölə çıxardı da. Yəni həyətə çıxmasın. Mənim balkonum buradadır. Mən də bilirəm ki, bunun qırğı bütün aşağının xlorun, tərin qoxusunu iyi vuracaq bura. Dəfələrlə xahiş etməyimizə məhəl qoymadılar. Dünən də gətirib qırıb tökdülər. Bilirsiniz, bu nə olursa bu əhalinin, cəmaatın qayğısına olmalıdır. Bəli, fitness klubu tikilir, baseyn tikilir, çox əla. Ancaq siz görün, baxın, bu baseynin havalandırması, bunun qoxusu nə boyda binaların sakinlərindən birbaşa pəncərələrinin altına vurulur. Belə çıxır ki, gələcəyinə burada bu plaşatkada kafe açacaq, nə açacaq, nə inəcək kimsə. Bu sakinlər onda pəncərələrini bağlayıb çıxıb getməlidir. Burada yaşayan sakinlər öz fikirlərini dedi. Biz isə buradan yolumuzu salacaq 4 fəsil MTK-ya. Çünki bu binaları inşa edən həmin MTK-dır. Aşağı mərtəbələr, yəni tutaq ki, yaşayışdan aşağı olan, sıfırdan aşağı olan mənfi mərtəbələr, hamısı qeyri-yaşayış obyektləri. Və hamısı o qeyri-yaşayış obyektləri, yəni ayrı-ayrı fərdlərə məxsus xüsusi mülkiyyətdə olan əmlaklardır. Və orada hər hansı bir meydança nəzərdə tutulmayıb. Çünki nə layihədə, yəni göstərdiyim layihədə, yəni razılaşdırılmış bir layihədir, nəzərdə tutulmayıb. Elə bir meydança nəzərdə tutulmayıb. Çünki ora tolla, qırla, belə deyək də, bərkidilmiş, quraşdırılmış bir yerdir. Və o baxımdan da o tolun qırın üstündə, yəni qış olmasın, tutaq ki, yay fəslində. Orada kim uşağına icazə verər ki, geçsin orada oynasın. Yəni, ümumiyyətlə nəzərdə tutulub, ancaq qeyri-yaşayış sahəsinin qarşısı, aşağı hissəsi və ora böyükdür ərazi olaraq, yəni eni də var, uzunu da var. Park kimi salınacaqdır orada. Nəsə belə o məsələ mənə üçün bir balaca qaranlıq qaldı. Həqiqətən deyirəm. Mən o ərazini yaxşı tanıyıram. Herhalde uşaqlığımız orada keçib və həmin o binalar orada yox idi. Biz vaxtı ikən dərsdən qaçıb, həmin o kariyer dediyimiz o ərazidə hava isti olanda, yayda daha çox, amma hava da belə isti olanda gedib orada üzüb eləyirdi. Düzdür, çox qorxurdular ki, orada üzmünlər, amma uşaq idik da, gedib mütləq üzürdük orada. İndi həmin o binanın qabağında nə tikiləcək, necə tikiləcək, mənə üçün qaranlıq qaldı. Amma
İkinci bir məsələ var. Əgər həqiqətən kimsə orada nəyinsə tikilməsindən şübhələnirsə, söhbət sakinlərdən gedir. Belə olan halda təbii ki, mütləq və mütləq hüquqi müstəvidə bu məsələni həlləmək lazımdır və konkret olaraq sakinlər hüquqşünasların köməyi ilə əgər orada təbii ki, nəsə onların xoşuna gəlməyən bir hadisə baş versə, məhkəməyə müraciət edə bilərlər və bunun müqabilində binanın həyətyanı sahəsinin sakinlər üçün qalması öz həllini tapa bilər. Qanun var, qayda var və bu qayda, qanun özündə eyni zamanda məhkəməyə müraciəti də ehtiva edir. O nöqteyi nəzərdən, əgər şübhə varsa, təbii ki, olur hərdə bir görsən ki, kimsə gəlib qara işlərini görmək istəyəndə mümkün qədər özünü belə maskalanmış formada saxlayır ki, bunu görməsinlər, işdən keçəndən sonra üzə çıxır. Yox, əgər belə məsələlər varsa, yenə də deyirəm, sakinlər, hüquqşünaslar, vəkillərin köməyi ilə o məsələni tam müzakirə eləyib, məhkəməyə müraciət eləyə bilərlər. Bax, bu tərəfi var. Amma tanıdığım ərazidir, uşaqlığım orada keçib.